Birinci sual bizdən doğru variantı seçməyimizi tələb edir. This işarə əvəzliyindən sonra isim cəmdə olmalıydı. Waters təkdə verilmişdir. Ona görə bu isim, daha doğrusu bu punkt yanlışdır. İkincidə that tailor's clothes, thatdən sonra isim təkdə olmalıdır. Tək ismin yəlik halı apostrof sonra s, cəm ismin yəlik halı isə sonda yalnız apostrofun göstərilməsi ilə qeyd olunur. Zətdən sonra cəm ismin gəlməyi yanlışdır. Deməli, ikinci punktda səhvdir. Üçüncüdə this book's cover, thisdən sonra isim təkdə verilmişdir. Bu doğrudur. Dördüncüdə the earth's surface, yerin səthi. Bildiyimiz kimi tək varlıqların the earth, sun, moon bunların yəlik halı apostrof sonra s-in göstərilməsi ilə qeyd olunur. Bu doğrudur. Beşincidə native people's language, demək kökündən dəyişərək cəmlənən isimlərin yəlik halı, hər ikisi təki də cəmi də apostrof sonra s-in göstərilməsi ilə qeyd olunmalıdır. Yəni people's burada doğrudur. Demək native people's language doğru punktdur. Doğru variantımız i variantıdır. İkinci sual, these gloves weren't suitable for players. Qara hərflərlə verilmiş sözləri əvəzliklərlə əvəz etməliyik. Burada gloves mübtədanın yerində işlənmişdir. Cümlənin xəbərdən əvvəldədir. Players for sözündən sonradır. Demək, biz burada mübtədanı şəxs əvəzliklərinin adlı halı ilə əvəz etməliyik. Gloves cəmdə olduğuna görə biz onu burada şəxs əvəzliklərinin adlı halı be-də var. Yəni birinci tərəf it, they, be-də var və c-də var. Gloves da cəmdə olduğuna görə biz c variantına baxacağıq. Cəmi cəmlə əvəz edəcəyik. Demək, gloves they ilə əvəz oluna bilər. İkinci tərəfdə isə for sözündən sonra biz bildiyimizə görə obyekt əvəzlikləri söz önlərindən və feillərdən sonra işlənir. For burada söz önüdür və players də cəmdə olduğuna görə biz onu themlə əvəz edə bilərik. Doğru variant C variantıdır. Digər hallarda isə, digər tərəflərdə isə, məsələn, A variantında its, D variantında their yəlik əvəzlidir. Yəlik əvəzlikləri və həmçinin I variantında its yəlik əvəzlikləridir. Yəlik əvəzlikləri özündən sonra isim tələb edir. Burada belə bir, yəni cümlədə belə bir şey yoxdur. Sadəcə olaraq feilin qabağında mübtədadır. Mübtədanın da yerində yalnız gloves bir sözdür. Mübtədanın da yerində biz şəxs əvəzliklərinin adlı halını istifadə edə bilərik. Üçüncü testdə demək sifətin üstünlük dərəcəsini bizdən tələb edir. Biz bunu hardan bilirik? Burada demək the article göstərilir və burada isə however spent xəbəri göstərilmişdir. Biz bildiyimizə görə, öyrəndiyimizə görə the article sifətin üstünlük dərəcəsində işlənir və cümlədə əgər have ever spent, on, in, at, among kimi söz önləri də varsa, biz orada sifətin üstünlük dərəcəsini axtarmalıyıq. Burada sifətin üstünlük dərəcəsi yalnız D variantında var, yəni worst. Digər variantlarda sifətin üstünlük dərəcəsi yoxdur. Məsələn, A variantında better var, müqayisədir. E variantında worse var, müqayisədir. B və D variantları isə yanlışdır. Biz buradakı sifətlər kökündən demək dəyişən sifətlərdir. Kökündən dəyişən sifətlər, yəni good var, bad var. Bunlar kökündən dəyişir. Kökündən dəyişən sifətlərin sonuna biz est və ya əlavə etmirik. Və yaxud da önünə more, most əlavə etmirik. Onlar kökündən dəyişirlər. Burada D variantı doğrudur. Dördüncü sualda choose a correct variant. Demək, biz burada sözlərin tərcüməsini bilməliyik. A person who can't hear is, eşidə bilməyən insana nə deyirlər? Blind, kör,
Defkar, idle demək tənbəl, dumb lal, brave cəsur. Doğru variant B variantıdır. Kar. Yəni sözlərin düzgün tərcüməsini bilməliyik. 5-ci də həmçinin sözlərin tərcüməsinə əsaslanan testdir. Burada matın definition istəyir bizdən. Sözün düzgün definitionını seçməyimizi. Matın qoyun əti, calf, buzov, carrot, kök. Demək, matın A variantı the meat from a sheep. Qoyunun əti, calf, buzov, young cow, yəni inəyin balası, carrot, kök, vegetable with a lot of vitamins and an orange skin. Demək, çoxlu vitaminləri olan və narıncı olan tərəvəz, demək bu carrot. 3C yəni. Doğru variant A variantıdır burada.